Mən istəmədiyim bir şeyə heç kim məni məcbur eləyə bilməz. Yəni, o şey mənim ürəyim istəməsə, mən onu eləmərəm kiminsə sözündən. Yəni, o vaxt, belə deyim də, uşaqlıq sevgisi deyim, nə deyim, yəni ki, sevib ailə qurmuşdum. Hə. Sevib ailə qurdum. Məsələn, ailən necə reaksiya vermişdi? Əslində, ailəmin istəmədiyi bir adam idi. Yəni, ailəm istəmirdi mən o insanla ailə qurum. Öz qərarım oldu və böyüklər həmişə uzaq görən olurlar. Yəqin ki, düşünürmüşlər ki, bir-birimizə uyğun insanlar deyilik və nə vaxtsa bu ailə qurma nə vaxtsa sonlanacaq və il yarımdan sonra bitdi. Yarımdan sonra. Övladınız yoxdur. Bu ailənin boşanma yəni əsas səbəb nə oldu ki, birdən-birə il yarımdan sonra Afaq düşündü ki, mən boşanmaq istəyirəm? Əslində mən adını çəkmək istəmirəm. Yəni çox tanınmış bir adamın həyat yoldaşı olmuşam. Sadəcə olaraq bəzi xanımlar deyir ki, mən istəyirəm milyonerin arvadı olum, mən istəyirəm milyonçu ərə gedim. Yəni o qədər çox pul var idi ailə qurduğum insanın. Yəni istər-istəməz pul onu o qədər yolundan azdırmışdı ki, elə bil ki, həyatda hər şeyim var idi xoşbəxtçiliyimdən başqa. Məsələn, xoşbəxt olmamağının səbəbi nə idi? Əslində yaxşı yaşamaq üçün pul önəmli bir amildir. Amma pul hər şey deyil. Çox şey ola bilər, amma hər şey deyil. Məsəl üçün, ürəyim istəyən geyimin ən bahalısını geyinə bilərdim. Ən bahalı daş-qaşları, zinət əşyalarını taxırdım. Ağzımdan çıxan bir söz yerə düşmürdü. Amma pulun çoxluğu insana xoşbəxtçilik gətirmir. O qədər pul çox idi. Yəni, o insan artıq baxırdın ki, necə deyim, ailəyə isnişmirdi. Kənara çox qaçırdı. Xəyanət olurdu. Çox xəyanətlərini gördüm deyə artıq qadın kimi özümü xoşbəxt hiss eləmirdim. Bu mövzuda söhbət eləmişik yəqin ki, heç olmasa deyirdimmi ki, yəni bəsdir artıq, yığış evə, mən gənc qadınam, istər-istəməz də, yəni dəfələrlə olub söhbətimiz. Əslində İnkar eləyirdi xəyanətləri. İnkar eləmirdi, çünki inkar eləyə bilməzdi, çünki əlimdə sübutlar var idi və hətta qıraqda gəzdiyi insanlardan da qıraqda övladları da var idi. Övladları da var. Çox böyük. Yəni, bizim ayrılığımız demək olar ki, skandal dərəcəyə çatmışdı. Yəni, mən ayağımı dirədim ki, mən ayrılmaq istəyirəm. Yəni, mən özümü səndən xoşbəxt hiss eləmirəm. Nə olsun ki, sənin çoxlu pulun var. Amma baxmayaraq sevib getmirsən. Baxmayaraq ki, dəlicəsinə sevdiyim bir insan elə səni qıra bilər, elə sındıra bilər ki, yəni o insana qarşı olan sevgin bir anda nifrətə çevrilir. Bax, bu böyük sevgini mən deyərdim ki, keçmiş həyat yoldaşının o xəyanətləri ardırsa kiçiltdi, sındırdı. Sonra deyirlər, qadınlar niyə belədir? Doğrudur. Deyirlər ki, ağzı bir dəfə yanan insan heç vaxt, yəni ki, getdiyi yolu ikinci dəfə o yolu getmir.